İnanırsınız yəqin ki, görüntüyə baxın. Nazim Sadıxov yaxınlaşır, gəlir, az qalıb, hörmətli izləyicilər. Nəhayət ki, Nazim Sadıxovun döyüşünün startı veriləcək və çox maraqla gözlədiyimiz bir məqam. Nicolas Motta Braziliya idmançısına qarşı mübarizə aparacaq Nazim Sadıxov. İbrahim, həyəcanla gözləyirik. Təmsilçimizin çıxışını başa düşürəm. Sənə də çox çətindir bu məqamlarda döyüşə baxmaq, şərh etmək, fikir bildirmək, amma bunu etməliyik. İzləyicilərimiz məhz ilk təmsilçimizin qələbəsini gözləyirlər. Black Wolf, Nazim Sadıxov, Nicolas Motta'ya qarşı dəmir ləqəbli. Nicolas Motta, canavar ləqəbli. Nazim Sadıxova qarşı əvvəlcə Nicolas Motta gəlir. Və yerli publika artıq hazırdır. Öz həmyerlərini qarşılamağa hazırdılar. Hələlik Nicolas Motta'nı görəcəyik biz. Siz və Mərad Valişvili sırf bugün Nazim Sadıxovla birlikdə oktagona gələcək. Biz indi gözləyirik elə ki. Yəni Nazim Sadıxov hər döyüşdən döyüşə daha artırır, hər döyüşü daha güclü vuruşur və axırıncı döyüşü qeyd eləmək istəyirəm ki, birinci raundda İsmail Bonifimi udub, hansı ki Nəriman Abbasovu Dynamite Contender seriyasında məğlub etmişdi və Nazim onu birinci raundda həkimlər icazə vermədi. Döyüşü davam etdirməyə, bəli. Və ümid edirik ki, Nazim Sadıxov bu uğurlu seriyanı davam etdirəcək. Bunun üçün hər şey hazırdır Nazim. Təkcə gəl bu qarşılaşmada üstünlük qazan, çünki yerli publika artıq neçə saatdır ki, bunu gözləyir. Nəhayət ki, döyüşçülərimizin gəlməsini, onların mübarizəsini gözləyirlər. Amerika Birləşmiş Ştatlarını təmsil edir Nicolas Motta, Braziliyalı idmançı və indi biz görəcəyik Nazimi. Səbirsizliklə gözləyirik. Hazırlaşdırırlar Nicolas Motta'nı da. Budur. Black Wolf, Qara canavar Nazim Sadıxov. Gəl Nazim, gəl. Hər kəs səni gözləyir bu görüşdə hansı nəticə qazanacağını. Düz arzuluyuruq qələbəsini, amma istənilən halda bu MMA-dir, UFC-nin döyüşüdür, ən mötəbər təşkilatın döyüşüdür. Və bu publika əlbəttə ki, qələbəyə layiqdir. Nazim uğurlar. Əla, sadəcə əla. 3 rəngli şanlı bayrağımız. Çox ümidvarıq ki, bugün 3 dəfə qürurla, qələbə ilə o bayrağın görüntüsünü yenə biz görəcəyik. İdmançılarımız bizi sevindirəcəklər. Hər zamanki kimi qürur mənbəyimiz olacaqlar. Səbirsizliklə gözləyirik Nazim Sadıxov. Çox gözəl görüntülər. Və indi Bruce Buffer'ın təqdimatını gözləyirik. Hər adama qismət olmur Bruce Buffer tərəfindən təqdim olunmaq. Təbrik edirik həm Nazimi, həm də Motta'nı. Bəli, bütün yaş, boy, çəki, bütün göstəricilər təqdim edilir, rekordlar Nazim Sadıxovda da təqdim olunur. Artıq yoluna uğurla davam etmək üçün bu döyüşdə qəlbə val çəkdi. In the UFC lightweight division, introducing first, fighting out of the blue corner, a mixed martial artist holding a professional record, 15 wins, 5 losses, 1 draw, 1 no contest. He stands 5 feet 9 inches tall, weighing in at 155 1/2 pounds, fighting out of Phuket, Thailand.
And now, introducing his opponent, fighting out of the red corner, a freestyle fighter holding a professional record, 10 wins, 1 loss, 1 draw. He stands 5 feet 10 inches tall, weighing in at 155 pounds, fighting out of Brooklyn, New York, USA, by way of Baku, Azerbaijan, Nassim Black Wolf Sadykhov. And when the action begins, our referee in charge, Lucas Basaki. İnanılmaz apava var. Görüntülerde gördünüz. Bakı Kristal zalında. Vəziyyət bax belədir. Nazim sədaları. Döyüş başlayır. Uğurlar Nazim Sadıqova. Böyük səbirsizliklə gözlədiyimiz döyüş nə? Publika. Bax bu dəstəyini də davam etdirsin Nazim Sadıqova. Nazim Yenə də ölçür, biçir məsafəni. Özünə məxsus tərzdə. Oxuyur görüşü sanki, oxuyur bəli. Rəqibin artıq hansı addımlar atacağını gözləyir. Elə ki, ikinci raundda Feyda üstün lazımdır. lazımdır. Götürsən ikinci raundu rahat udardı. Azərbaycanlı Nazim Sadıqov idi. Biz demişdik günün ilk nokautunu biz edəcəyik. Və belə də olur Nazim Sadıqov. 350 şanlı bayraq. Hər zaman yüksəklərdə. Oyna Nazim, rəqs elə. Ne istirsən elə bundan sonra. Ne istirsən elə. Ne istirsən elə, halal olsun. Sadəcə halal olsun. Of, mükəmməl döyüş. Sadəcə mükəmməl. Nazim Sadıqov günün ilk nokautu. Günün ilk nokautu və həm yerlimiz Nazim Sadıqov yenə də qələbə qazanır. Yenə də nokautla UFC-də yoluna ən əla şəkildə davam edir. Çox gözəl, çox gözəl. Ağır zərbəsinin buraxmasına baxmayaraq çox yaxşı qayıtdı və özü nokaut elədi rəqibini. Çox, sadəcə möhtəşəm. Həqiqətən də heyecanlıydıq və bəli, Merab Dvalishvili və Nazim Sadıqovun tərəfi ikinci. Merab necə sevinir, necə sevinir. Azərbaycan televiziyasında qonaq olarkən də məhz müsahibəsini qeyd etmiş ki, Nazim Sadıqov mənim həm dostumdur, həm komanda yoldaşımdır və o qələbə qazanacaq, mən bilirəm. Merabın sözləri və bu da təsdiqi. Nazim Sadıqov. Əhsən, sadəcə əhsən. Klasmodda yaxınlaşır. Əlbəttə ki, görüşdən sonra bu fair play qaydaları və Nazim Sadıqovun rəqibinə dəstək olması, ürək-dirək verməsi, halbuki çox güclü rəqib idi Niklas Modda. Çox güclü rəqib idi. Çox təcrübəli, ağır zərbəsi, amma Nazim dözdü, çox sürətli xarakter idi. göstərdi və geri dönüş etdi. Və indi gözləyirik Bruce Buffer, Bisping'i də biz görürük. Əlbəttə ki, hepsinin görüşlərini izləyənlər onu çox əla tanıyırlar. Nazim Sadıqov.